Fransa liderinin Prezident Obama ilə Ağ Evdə görüşü Rusiya təyyarəsinin Suriya ilə sərhəddə düşdüyü gün baş tutub. Prezident Obama insidentin Rusiyanın Suriyada əməliyyatları ilə bağlı davamlı problemlərə işarə etdiyini bildirərək, Moskvanı öz səylərini Suriyada mötədil müxalifət deyil, İslam dövləti qrupuna yönəltməyə çağırıb. Given Russia's military capabilities, Rusiyanın hərbi qabiliyyəti və Əsəd rejiminə təsir gücünü nəzərə alsaq, onların Suriyada vətəndaş müharibəsinə son qoymaq sayılarında əməkdaşlığa kömək ola bilər və biz hamımız diqqəti işidə yönəldə bilərik. civil war in Syria, and allow us all to refocus our attention on ISIL. Parisdə terror hücumlarından sonra Obama ABŞ-ın Fransa ilə həmrəy olduğunu bir daha bildirərək, İslam dövləti qrupuna qarşı mübarizəni gücləndirməyə söz verib. This barbaric terrorist group Barbar terrorçu qrup olan IŞİD ya da Daesh və onun qatil ideologiyası bizim hamımız üçün təhlükə təşkil edir. Buna dözüm yoxdur. O məhv edilməlidir və biz bunu birlikdə etməliyik. and we must do it together. Öz növbəsində Fransa prezidenti deyib ki, İslam dövləti qrupuna qarşı mübarizə qətiyyətli və birgə cavab tələb edir. Hərbi mənada bu, Daesh'in harada olursa olsun məhvi deməkdir. Bu, onların maliyyə resurslarından məhrum etmək, onların liderlərini ələ keçirmək və onların şəbəkələrini dağıtmaq deməkdir. François Hollande deyib ki, iki lider Suriya və İraqda hava hücumlarının genişləndirilməsi və kəşfiyyat məlumatlarının bölüşdürülməsi haqda razılıq əldə edib. Onlar eyni zamanda İslam dövləti qrupunun döyüşçülərinin Avropaya keçməsinin qarşısını almaq üçün Türkiyə-Suriya sərhədini bağlamağa çağırıb. Fransa prezidenti Obamanın Rusiyanın Suriyada mötədil müxalif üsyançıları bombalamaq əvəzinə əsas diqqəti İslam dövləti qrupuna qarşı hərbi əməliyyatlara yönəltməli olduğuna dair çağırışına dəstək bildirib. Bizim sadəcə bir hədəfimiz var. Bu da terrorizmə və Daesh'ə qarşı mübarizə aparmaqdır. Hollande bu mesajı Moskvaya səfəri zamanı birbaşa Rusiya prezidenti Vladimir Putinə çatdıracağını deyib.